Bu videoda sizinlə bərabər JavaScript-ə giriş edəcəyik. İlk olaraq JavaScript nədir? Ondan başlayaq. JavaScript saytı dinamiklik atmaq üçün istifadə olunan bir front-end texnologiyasıdır. Yəni siz HTML CSS bilirsinizsə yaxşı bir səviyyədə artıq JavaScript öyrənə bilərsiniz. JavaScript saytı daha da canlılaşdırmaq üçün normalda HTML CSS ilə eləyə bilməyəcəyiniz şeyləri etmək üçün lazım olan bir texnologiyadır. Məsələn, Google-a daxil oluruq. Gördüyümüz kimi burada bir sıra alətlər var. Məsələn, baxın, harf çevirmə aracı. Məsələn, üstünə basaq, gördüyümüz kimi belə bir klaviatura çıxır. Bunu HTML CSS-nə edə bilməzsiniz. İmkanlar məhdudlaşır, gördüyümüz kimi. Baxın, belə bir şeyi hazırlamaq üçün JavaScript-dən istifadə oluna bilər. Məsələn, Translate Google-a daxil olaq. Burada Apple yazırıq, yazan kimi qarşısında tərcüməsi çıxır. Çünki burada başqa texnologiyalar da var, amma bunları düzəltmək üçün istifadə olunan texnologiyalardan biri də JavaScript. Orada back-end-də var, hesablamalar, tərcümənin tapılması falan, amma JavaScript-dən də istifadə olunur. Gördüyümüz kimi bu tip bəsit nümunələrdir. Sonra saytlarda saatlardır, məsələn, slayderlərdir. Bir düyməyə basanda başqa şey olsun, menyu açılsın və s. və s. bu tip şeyləri yerinə yetirmək üçün JavaScript-dən istifadə oluna bilər. Məsələn, oyunların hazırlanması üçün də JavaScript-dən istifadə oluna bilər. Snake Game, məsələn, daxil olduq, gördüyünüz kimi belə bir oyundur. Bunun açılması üçün də JavaScript-dən istifadə oluna bilər. Məsələn, burada X düyməsi var, görürsünüz, basırıq, bağlanır. Bir də oyundan basıram, açılır. Gördüyümüz kimi burada ayarlar var. Burada dəyişdirmələr edə bilərik. Baxın, bunların hamısının həyata keçirilməsi üçün JavaScript-dən istifadə olunur. Yəni, JavaScript sayta canlılıq qatır. Məsələn, sayta qar yağdıra bilərsiniz JavaScript-dən. Normalda adi halda bunu etmək mümkün deyil. Adi etməsinizlə. Amma JavaScript-lə hədsiz çox belə bir şeylər hazırlaya bilərsiniz. Hətta 3D oyunlar belə hazırlamanız mümkündür. JavaScript kodlarını yazmaq üçün əlavə bir proqram yükləməyə ehtiyac yoxdur. Birbaşa HTML CSS kodlarını arasında yaza bilərsiniz. Birbaşa script etiketi açırıq, script etiketini bağlayırıq. Script etiketlərin arasında JavaScript kodlarını yazmağa başlayırıq. İlk olaraq bəsit kod yazaq. Məsələn, alert. Alertdən sonra mötərizə açırıq, bağlayırıq və dırnaq açırıq, bağlayırıq. Bunun içində bir salam yazırıq. Bu alert funksiyadır. Funksiyanın yazılış tərzi budur. Mötərizə alert yazırıq, mötərizə açıq, bağladıq. Mötərizədə dırnaqların arasında bir yazını yazırıq. Salam. Bununla nə olacaq? Browserdə qarşımıza bir xəbərdarlıq qutusu çıxmış olacaq. Gördüyümüz kimi salam, belə bir xəbərdarlıq qutusu çıxır. Bu xəbərdarlıq qutusunu çıxartmaq üçün alert funksiyasından istifadə olunur. İstədiyimiz sayda istifadə edə bilərik. Alert, salam, sonra yazılır hello. Məsələn, səhifəni yeniləyək. Gördüyünüz salam, OK bastıq, hello çıxır. Gördüyümüz kimi. Baxın, belə bir xəbərdarlıqları qutusu çıxarmaq üçün, yəni məlumatı istifadəyə göstərmək üçün alert funksiyasından istifadə edə bilərik. Alert funksiyası daxilində həmçinin hesablamalar da yaza bilərik. Məsələn, proqramlaşdırma dilləri ümumiyyətlə məntiqi bir şeylər var. Yəni, proqramlaşdırma dillərində məntiqi şeylər və hesablamalar var. JavaScript-də demək olar ki, bir proqramlaşdırma dili sayıla biləcəyinə görə digər proqramlaşdırma dillərində olan imkanlar JavaScript-də də var. Hesablamalar, algoritmlərin qurulması və s. və s. Bunların hamısı JavaScript-də də mövcuddur. Biz yazanda ki, məsələn, alert 5+5 bu zaman səhifəni yeniləyək. Gördüyümüz kimi 10 çıxmış olacaq. Bir şey qeyd edək ki, 5+5 yazanda bunu dırnaq arasında yazmırıq. Məsələn, biz salam yazırdıqsa, salamı dırnaq arasında yazırıq. Gördüyümüz kimi salam çıxır. Amma 5+5-i dırnaq arasında yazmırıq. Dırnaq arasında yazsaq, bu hesablama sayılmayacaq. Sadəcə söz sayılacaq. Ona görə dırnaqsız yazmalıyıq. Əgər biz bunu dırnaq arasında yazsaq, biz bunu sadəcə söz olaraq görərik. Alert 5+5 baxaq. Gördüyümüz kimi söz olaraq 5+5 çıxar. Ona görə biz hesablama ediriksə, bunu dırnaqsız yazmalıyıq. Hesablamalarda toplama olsun, çıxma olsun, alert vurma olsun, bir də bölmə olsun. Bunları yaza bilərik. Alert 5+5. Toplama, çıxma, vurma, bölmə. Yeniləyək səhifəni. Gördüyümüz kimi 10, 0, 25, 1. OK basdıqca, enter basdıqca növbəti hesablama gəlmiş olur. Bu şəkildə gördüyümüz kimi nəticələri istifadəyə göstərə bilirik. Alertdən əlavə başqa bir funksiya da var. Document write funksiyası. Document write funksiyası məlumatı xəbərdar qutusu şəklində yox, sadəcə istifadəçiyə göstərmək üçün istifadə olunur. Yəni, browserdə göstərmək üçün. Səhifəni yeniləyib, salam yazısını bura yazır. Bu da təbii ki, vaxt çox da istifadə olunur. Yerinə görə istifadə edə bilərsiniz amma. Yəni, bu yazını browserin daxilinə yazır. Yəni, qutu şəklində çıxartmır. Və bunun əlavə bir şey də var ki, burada HTML etiketlərini də
tab elətdirə bilərsiniz. Məsələn, H1 yazıram, H1 salam, səhifəni yeniləyək. Gördüyümüz kimi salam yazısı bu şəkildə qutu daxilində çıxmış olacaq. Bu şəkildə alert və dokument write funksiyalarından məlumatları istifadəyə göstərmiş olur. Məlumatları istifadəyə göstərmək üçün başqa bir funksiya da var. Console log funksiyası. Ümumiyyətlə, konsol haradır? Browserdə konsol deyə bir yer var. Sağ düyməni basırıq. Inspect var burada. Inspect'i basırıq. Burada konsol yazılır. Konsola daxil oluruq. Mən biraz böyütmüşəm ki, yaxşı görünsün. Bu hissədə həm kodlar yaza bilərsiniz, həm kodların nəticəsini burada göstərməyiniz mümkündür. Niyə konsol lazımdır? Çünki konsol daha mürəkkəb məlumatları, irəlidə keçəcəyimiz obyektlərdir, çoxluqlardır. Onları daha yaxşı şəkildə, daha rahat bir şəkildə göstərməyə imkan verir. Və sayt işləyə-işləyə də siz məlumatları burada göstərə bilərsiniz. Sayt da hazırda fəaliyyətdədir. Siz ora aliyyətdən nəsə çıxartsaq, təbii ki, pis görsənər, onun istifadəsinə görə. Amma konsolda rahatlıqla çıxara bilərsiniz nəticələri. Yəni, konsolun normal istifadəsi daxil olmur. Sadəcə biz daxil oluruq, yəni proqramçı var və kodlara baxmaq istəyənlər daxil olur. Frontend kodlarına baxmaq istəyənlər və burada nəyisə yoxlamaq istəyənlər daxil olur. Konsola məlumat çıxartmaq üçün console log funksiyasından istifadə edirik. Console log. Yenə eyni qaydadır. Document write yazırıq, mötərizə açıq bağlayırıq. Alert yazırıq, mötərizə açıq bağlayırıq. Console log yazırıq, mötərizə açıq bağlayırıq və salam. Yeniləyək səhifəni gördüyümüz kimi salam yazısını burada çıxartmış oluruq. Həmçinin hesablamaları da orada çıxara bilərik. 505. Gördüyümüz kimi onu çıxmış olur. Yəni hesablamaları da burada yazmış olur. Konsolun bir sıra əlavə imkanları da var. Konsol xətaları da göstərə bilir həmçinin. Məsələn, siz səhvən alert yerinə, məsələn, alert yazmaq istəyirsiniz. Alert yerinə açdınız, məsələn, alert yazdınız. Alert deyə bir funksiya yoxdur axı. Səhifəni yeniləyirik. Düz konsolda xətanı da göstərir ki, alert is not defined. Yəni, xətaların görünməsi üçün də konsoldan istifadə oluna bilər bu cəhətdən. Sonra ki, siz uzun kodlar yazmışsınız, xətanı tapa bilmirsiniz ki, xəta nədir? Tapa bilməsəz, kod xətaları, bax, burada görə bilərsiniz ki, konsolda xətanız nədən ibarət. Yəni, xətanı tapanda burada baxmaq önəmlidir. Təbii ki, irəlidə öyrəndikcə xətaları tapmanız daha da asanlaşır. Konsolda dediyim kimi burada çıxara bilərsiniz. Konsolun belə bir xüsusiyyəti var. Konsola da birbaşa kod yaza bilərsiniz. Alert 1 yazıb Enter-i basdıqda gördüyünüz kimi kodlar çıxmış olur. Ona görə bir saytda girib, məsələn, burada hər hansı bir zərərli kodlarla hücumlar belə eləmək olur. Nəsə bir məlumatlar ələ keçirmək. O da təhlükəsizliklə ilə bağlı mövzulardır. İrəlidə o barədə də bir ətraflı danışmaq olar. İndi sadəcə belə bilməyiniz kifayətdir ki, konsolda məlumatlar çıxarılır və konsolda xətaları da görə bilirsiniz. Və burada konsolda işləmək üçün əlavə bir iki funksiya da var. Onu da göstərmək istəyirəm. Konsol logdan əlavə konsol warning var məsələn. Mən bura OK yazıram. Bu adi şəkildə yox, bu da sarı, yəni warning, nida işarəsi qoyaraq göstərir. Yəni nida yox, daha doğrusu oxla göstərir. Hə, nida da qoyur. Sarı, yəni xəbərdarlıq olaraq göstərir. Konsolda warning çox da istifadə olunmur. Beləliklə, bu şəkildə JavaScript-ə giriş eləmiş oluruq. Məlumatları necə ekran çıxara bilərik, istifadəyə göstərə bilərik. Onunla tanış olmuş oluruq. İlkin hesablamaları da görmüş oluruq. Növbəti videoda görüşənə qədər.